Xaçmaz rayonunda magistral kanalizasiya xəttində yaranan nasazlıq ciddi fəsadlara səbəb olub. Quba və Qusar rayonlarından gələn magistral kanalizasiya xətti Xaçmazın Yergüc kəndi ərazisində tutulub. Nəticədə çirkab suları ətrafa daşaraq yaxınlıqdakı təsərrüfat sahələrinə yayılıb. Eyni zamanda tullantı suları avtobus dayanacağını, ictimai iaşə və ticarət obyektlərinin zirzəmilərinə dolub. Hadisə yerində yaranmış vəziyyət ərazidə kəskin üfunət qoxusunun yayılmasına səbəb olub və sakinlərin narahatlığına yol açıb. Bildirilir ki, problem artıq bir neçə gündür davam etsə də, hələlik adiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə müdaxilə olunmuyub. Sakinlər adiyyəti qurumları problemi aradan qaldırmağa çağırır. Onda özümüz eləmiş ol, belə ki, müşkəxi cəmaata ziyan olmuyor. Yoldan maşın işləyə bilmir. Dayanacaq bu maşını saxlamağa, cəmaat minib düşməyə bilmir.